Salam. Bugünkü videoda daha bir neçə sözün etimologiyası barədə danışacağım. Daha doğrusu el deyimlərinə istinad edəcəm. Bəzilərinin etimologiyasını açmağa, deyimlərin mənasını açmağa çalışacağım. Və daha çox keçən dəfə xatırlayırsınızsa, keçən dəfə daha çox türk alınma mənşəli sözlərdən danışdım. Bu dəfə isə türk mənşəli sözlərə istinad edəcəm. Və dediyim kimi, təkrar deyirəm yəqin ki, bu dəfə el deyimlərinə istinad edəcəm. Beləliklə, dilimizdə belə bir deyim var, bir qədər kobud da səslənir, filənkəsi basdılar qoduqluğa. Qoduqluq nədir? Yəni, həbs mənasında deyirlər də bunu. Qoduqluq nədir? Qoduq sözü dilimizin bugünkü anlamında eşeğin balasına deyirlər. Filənkəsi qoduqluğa basdılar ifadəsində bu anlam vermir. Bəs əslində həqiqət necədir? Məsələ burasındadır ki, bir sıra türk dillərində, o sıradan özbək dilində quyuya quduq deyirlər. Hətta Özbəkistanda dəqiqliklə yadımda deyil hansı əyalətdə bir üç quduq şəhəri də var. Yaşayış məskəni, o qədər böyük olmayan bir şəhər var. Və 80-ci illərin musiqisinə bələd olanlar varsa, Özbəkistanın bir yalla ansamblı var idi. Elə ansambl Fərhod Zakirovun rəhbərliyi ilə yalla ansamblı. Bu yalla ansamblının da məşhur mahnılarından biri Üç Quduq idi. Üç quduq, yenə deyirəm, quyu anlamında. Təxminən belə idi ki, мы в пустыне спасательный kruq, üç quduq, rusca oxuyurlar onu. Üç quduq, üç quyu. Yaxşı, quyunun nə dəxli var imiş quduq sözünə, qoduqluğa basmaqda. Məsələ burasındadır ki, Azərbaycanda və bir sıra şərq ölkələrində qədim zindanlar quyu şəklində idi. Yəni, yeri qazırdılar, həbs olunanları ora salırlar, ağzını örtürlər. Səhv eləmirəmsə, Koroğlu dastanında da həmən ifadə var. Quyuya salınması, həbs olunub quyuya atılmağı. Koroğlu'nun Toqat səfərindədir ya, hansındasa belə bir şey var. Deməli, nə? Quduq əslində quyu sözdür və doğrudan da uyğunluq verir. Yəni, quyuya atdılar, zindana atdılar. Quduq sözü bizdə quyu anlamında məzmunun mənasını itirdikcə onu xalq tərəfindən qoduğa çevrilir və bir qədər də ironik gülüşlə səslənir. Beləliklə, üç quduq filənkəsi qoduqluğa saldılar, əslində quyuya atdılar, zindana atdılar anlamı verir. Və mən özbək dilinə istinad elədim. O demək deyil ki, özbək dilində belədirsə, mütləq bizdə belə deməliyik. Yox, bu dilin vahid kökünü göstərmək üçündür. Yenə mən özbək dilinə istinad edib bir-iki sözün mənasını da verə bilərəm. Məsələn, bizim dilimizdə belə bir ifadə var, deyir, bitdə axtardılar. Bu bitdə nə demək? Bitdə axtardım, bitdə gəzdim. Bizdə də sadalayanda sıra anlamında, sıra sayının sadalayında belə ifadələr görür. Biri, ikisi, üçü. Özbəklərdə də bu isə belə sayılar. Bitdə, ikidə, üçdə, dörddə, beşdə və s. Başqaları da birisi, ikisi, üçüncü. Məsələn, tutaq ki, Tatar dilində bu anlam biriyo, ikiyo, üçeyo, yəni bizim biri, ikisi, üçü anlamında verilmiş ifadələri belə sayılar. Beləliklə, bitdə, bircə anlamında ifadə verir. Yenə də mən özbək dilinə istinad edib deyə bilərəm ki, məsələn, bizdə bir qədər ədəbiyyat aləminə yaxın olanlar bilirlər. Katta sözü var. Katta, bəzi hətta müəllimlər də onu Xudayar Katta, Danabaş kəndinin əhvalatlarında, hətta bəzi müəllimlər onu Kətta kimi dilərsə, Kattadır. Katta sözü yenə də özbək dilində böyük deməkdir. Yəni, qədim, ona görə mən özbək dilini istinad edirəm ki, yəni, misal gətirəm ki, bu qədim türk dillərində böyük anlamındadır. Kəndin kattası, yəni kəndin böyüyü. Ümumiyyətlə, bizim bu türk xalqlarının bir qədər haşiyə çıxıram, yəqin ki,
Türk xalqlarının toponimlərində xüsusilə çox yaxınlıqları var türk dillilərdə. Adam heyrət edir ki, bu nətərlə ola bilər? Məsələn, bizdə bu kitab Dədə Qorqud dastanlarında da var. İç türklər, iç Oğuz, dış Oğuz sözü var. Mən məsələn öz müşahidəmi deyim ki, Tataristanda keçəndə yolda göstəricilər var. Kəndin adını yazırlar İştirkova. İştirkova mən də heç bilmirdim nədir. Bir dəfə orada təsadüfən dayandım, gördüm altında dövlət dili rus dilində İştirkova ona yazırlar. Altında baxıb görürüm ki, iç türklər yaşayış məskəni var. Axtarmaq lazımdır, öyrənmək lazımdır. Çox növbəti videolarımın birində mən toponimlərdən, hətta şəxs adlarının da, antroponimlərdən də bir video paylaşmaq fikrindəyəm. Bu, nə dedim, nə üçün bunları deyirəm? Dilimizin anlamında, yəni xalq deyimlərində belə ifadələr var. Bir başqasını, mən o bir qədər qarışıq olmasın fikrim, güman edirəm, qarışıq anlaşılmaz da. Elə ifadələr var ki, onların mənasını axtarırsan. Maraqlı gəlir. Mənim özüm üçün, mən bir toponimist kimi, bir etimoloq kimi mənim üçün çox maraqlıdır. Güman edirəm kimlərinsə marağına da səbəb ola bilər. Məsələn, başqa bir ifadə deyim. Bizdə belə bir hamının işlətmədiyi, daha çox yaxşı kənd təsərrüfatından başa çıxan adamlar bilirlər bunu. Belə ifadə işlədir, torpaq quzulayıb. Quzulamaq nə deməkdir axı? Quzunun bura nə dəxli var? Bu nə vaxt baş verir? Bu torpaq bellənir, şumlanır, sonra dağılır, yayılır. Buna quzulamaq deyirlər. Əslində oradakı quzu deyil, oradakı güz sözü var. Dilə, azpara, azdan çoxdan bələd olanlar bilirlər ki, bizim dilimizdə payız sözünün, payız sözü qədim türk dilində güz mənasındaydı. Yəni arxaik söz olaraq yenə o kitab Dədə Qorqudda da var, o deyir güz almasına bənzər al yanağılım. Deməli əslində güz sözü orada da var. Quzlamaq deyil, onun quzuya aidiyyəti yoxdur. Doğrudan da torpaq quzulayıb deyəndə o payıza qallamış, şumlanıb, bellənib payıza qalmış torpaq mənasına deyilir. Belə başqa da elələri də var ki, özüm də mənasını aça bilmirəm və yaxud açmaqda çətinlik çəkirəm. Dilimizdə belə bir ifadə var. Xoruzunu qoltuğuna vermək. Aça bilməmişəm hələ ki. Açıb paylaşanlar olarsa çox şad olaram. Oldu, sağ olun. Güman edirəm kiminsə karına gələ bilər.